Milli Hidrometeorologiya Xidməti havanın kəskin dəyişəcəyi ilə bağlı yenidən xəbərdarlıq edir. Xəbərdarlıqda deyilir: Aprelin 13-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında, 14-də axşam isə şimal və qərb rayonlarından başlayaraq havanın yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərə qar yağacağı, 15-dən isə havanın daha da kəskinləşəcəyi, yağıntıların intensiv və güclü olacağı gözlənilir. Bildirilib ki, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından sel keçəcəyi ehtimalı var. Böyük və Kiçik Qafqazın, Naxçıvanın və Lənkəran Astara zonasının ərazisindən axan bəzi çaylarda daşqın və sel riski daha yüksəkdir. Eləcə də Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. 16-sında isə yağıntıların daha da intensivləşəcəyi bildirilir. Nazirlik gözlənilən qeyri-sabit hava şəraitində əhalinin son dərəcə ehtiyatlı olmağa, eləcə də təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etməyə çağırır. Hər hansı bir təhlükə ilə üzləşdikdə isə 112 qaynar xəttə zəng edə bilərsiniz.